Bax, Xonça qapı niyə baha olduğunu bəzi müştərilər deyir, orada nə var ki, eyni qapıda bir dənə bəzəkdə fərq edir. Yox, bir dənə bəzəkdə fərq eləmir. Biz Xonça qapı yığanda onun zamokları, onun bəzəkləri indi hesablayacağam. Yəni özünüzdə üstünə gələrsiniz. Ancaq zamok, bir də bax bu detal. Yəni bu hamısı zamoka aid də belə deyim. Bu qulpdur. Bunun 15 manatlığı da var, 17 manatlığı da var, 20 manatlığı da var. Bu səhv eləmirəmsə 20 ya 25 manatdır. Sonra bir dəqiqə. Bu qapının ruskasını döyəndir də bu. Şimdi burada yəqin bildiniz nədir. O qlazokun yanında olur qapı döymək üçün. Təkcə bu 20 manatdır. Qara rəngdir deyə ona görə. Keçək. Buna gözdə anar atıram qapını. Bu 10 manat. Bu 10 manat. Bunun təkcə ruçkası doğandır. Zamoku demirəm ha. Bununla bir də bu qapaqları da. Bu 35 manat. Sertsavinası 15 manat idi, yoxsa 17 manat idi. Nəsə belə bir şeydi. Prosta biz onun sertsavinasını qaytardıq çünki balaca idi. Bu da doğandır. Bu da 20 neçəsə manat idi. Dəqiq yadımda deyil. Bunun sertisavinasını qaytardıq deyə bu biraz bizə ucuz gəldi. Yəni 10 neçə manatdır. İndi hesablayın görün bu zamoku təkcə bunun. Harca 100-ü keçir səhv eləmirəmsə. Sonra əgər ucuz istəyirsinizsə, Xonça qapıya da bu boyda pul verirsinizsə, bu da yəni inanmıram ki, ucuz bir şey istəyirsiniz. Ona görə də Xonça qapının qiyməti bax olur. Bax bu da ikincisidir. Bu da belə. Belə. Ona görə dayanın. Ona görə ucuz olmur. Ucuz istəyirsinizsə sadə qapıya, sadə qapıya ucuz bir şey qoya bilərik. Amma normal zamok, normal qulp, bəzəkli, düzəkli, qəşəng istəyirsinizsə, qəşəngdə öz qiyməti olur.